Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin xüsusi buraxılışında hər birinizi salamlayıram. Ekranda gördüyünüz kimi dəyərli dostumuz, dünyaya Azərbaycanı tanıtdıran, Azərbaycanlıları tanıtdıran Etibar Elçiyev Budaqov qonağımızdır. Xeyli müddətdir Azərbaycana gələ bilmirdi. Gürcüstanda, Türkiyədə və başqa ölkələrdə fəaliyyət göstərirdi. Və dünya şöhrətli bir insanı studiyamızda görmək mənə xoşdur. Həm də dostumuz olaraq mənim üçün fəxarətdir. Elə hava limanından düşən kimi qarşıladıq. Eldə deyilmişkən bir qismət çörək yedik. Sonra gəldik studiyaya. İlk ekskluziv açıqlamalarını bizə verəcək. Gəlin salamlaşaq. Xoş gördük. Xoş gördük, xoş gördük. Sizi görmək həmişə şərəfdir, xoşdur. İnsan kimi də yaxşı insansınız. Fəaliyyətiniz də maşallah göz qabağındadır. Düzdür, daha çox belə rekordçu kimi tanıyırlar, amma mən sizi rekordçuluqdan da qabaq şəfakar kimi, bioenergetik kimi, bitkilərdən tutmuş enerji ötürücülüyünə qədər olan qabiliyyətinizlə tanımışam. Allah işinizi avand eləsin. İnsanlar da çox tərifləyir. Mənə bəlkə də yüzlərlə bu bir il müddətində yüzlərlə zəng oldu ki, Etibar bəy gələndə xahiş edib bizə deyin. İstəyərdim ki, bu arada o deyir, dostlar uzun müddət görüşməyəndə, o arada görüşmədiyi müddətdə nələr olub ondan danışsınlar. Bunu da düzəldək belə. Buyurun, nə iş görürsünüz, nə edirsiniz, nə yaxşı gəlmişsiniz? Allah razı olsun, xoş gördük. Səbuhi qardaşın izləyicilər, hər birinizi salamlayıram. Artıq demək olar ki, 2 ildir Azərbaycana gəlmirdim müəyyən səbəblərə görə. Şükürlər, yenə qovuşduq. Keçən də 2 il bundan öncə də gələndə burada, bu studiyada Səbuhi qardaş tanıtım elədi. Böyük yollarımız oldu, gələnlər oldu, görüşlər oldu. Və aradan 2 il keçdi. 2 ildə nə baş verdi? 2 ildə mənim maqnit adam olaraq göstərdiyim nömrələr, həmişə mən dedim ki, bunu mən bir amala görə göstərirəm ki, bədənimdə, əlimdə, ruhumda olan bir gücü, bir enerjini təsdiq eləmək üçün, cəlb eləmək üçün ki, məndə nəsə var, məndə bir güc var. Hətta Türkiyədə o 21 rekordun 21'ini də odatdım, yandırdım, maqnit rekordlarını. İndi sən də mənə danışan zaman dedin ki, naxaq atdın, yandırdın. Məqsədim maqnit adam olaraq göstərmək deyildi. Məqsədim həmişə şəfada rekordlar qırmaq idi. Yəni, açığı. Maqnit adam məsələsində mənim xoşuma gələn pəhlivanlıq oldu ki, mən qeyri-adi olaraq pəhlivan oldum. Məsələn, 3 ton maşın çəkdim. Şəkidə yarışmada çəkdim, 2017. Tiflis şəhərində Nissan son model maşınları 3 ton çəkdim. Pəhlivanlıq dünyada təkrar olmayan pəhlivanlıq nömrəsi oldu. Sinədə 150 kilo çəkmə, saxlama oldu. 45 saniyə Azərbaycanda o zaman saxladıq. Nəysə, bax, bu mənim xoşuma gələrdi, biraz pəhlivan. Amma qaşıq filan, hətta Moskvaya gedərkən mənə dedilər, qaşıq dedim, mən qaşıq xoşlamıram mən. O dövr keçdi deyirsən. Yəni, nəysə, əziz izləyicilərim, mənim amalım sağlıqda rekordlar qırmaq idi. Və Allah nəsib etdi və çox sayda sağlıqda rekordlar oldu. Baxın, 21 rekordu mən alova atdım. Kubokları alova atdım. Baxan deyər ki, bu neynədir? İnanın, heç peşman da deyiləm. Mən onları, bilirsiniz, bir pasport insanı itərsə də onu çıxartmaq olur, düzdürmü? Gedirsən, yenisini çıxardırsan. Bu sertifikatların da kökü var. Klubda mı, federasiyada o problem deyil. Amma mənim amalım sağlıqda rekorduydu. Çox gözəl uğurlar oldu. Görməyən gözün açılmasında rekord oldu. 8 yaşında qız uşağının 32 yaşından sonra qulağının eşitməsində rekord oldu. Yeni doğulan 1 yaşında körpə uşağın heç eşitməyən, hətta cihazla belə eşitməyən uşağın duymasında rekord oldu. Danışmaqdır. Ondan sonra ən çətin xəstəliklər olan autizm uşaqlarda orada uğurlar oldu. Amma onlar məni qane eləmirdi. Bu il çox sevincliyəm mən. Yəni, istədiyimə çatdım. Axır ki, 2 rekord qazandım. Əsl rekordumu qazandım. Hansılardır? Onkologiyada,
insanları puluna, varına, şanına, şöhrətinə baxmıyor, onun həyatını aparan o onkologiya qalib gəldi. Birinci uğurum cavabı yanvar ayının 1-də gəldi. 21 seansdan sonra cavan, gənc bir xanım qabrğalarında 45 milli şişkinliyi olan bir elimizin bir gözəl balasını deməli seanslarımdan sonra 22'ye düşdü. 45'ten 22'ye yarıdan çox və yanvarın sonunda əməliyyat oldu. 3-cü stadiya deyilən, 3-cü dərəcəli ölümcül yayılan xəstəlik, onkologiyadan bilənlər bilər, dönüşdü. Yəni ki, təhlükəsiz bir vəziyyətə gəldi. Və əməliyyat oldu. Artıq yanvarın sonunda əməliyyat olub. Fevral, mart, aprel, may, artıq iyun gəlir. 4 ayda heç bir rahatsızlıq görünmədi. Yəni mən birdən-birə həmən mən bunu elədim demədim. 4 aydır gözləyirəm. Bu belə bir uğur. Və son uğurumuz oldu. Hardasa da bir 15 gün bundan qabaq gözəl bir xəbər gəldi. Gene Rusiyada yaşayan bir qardaşımız müraciət elədi. Mədəsində olan 32 milli şişkinlik düşdü 20'ye, 12 milli düşdü. Və onun da həyat təhlükəsi keçdi. Bu qardaşımızdakı stadiya 2-ci idi, 2-ci dərəcəli idi. Və məni sevindirən oldu ki, bu Türkiyədə getdi bu. Göstərdi bu, orada bunu yoxladılar ki, Türkiyədə bu daha xoşdur, daha mənim üçün sevindiricidir. İnsan var deyə bilər ki, bu Gürcüstandır. Gürcüstanda ola bilsin yerlidir, nəsə də orada nəyisə də dəyişə bilərlər, nəyisə də Öz adamları kimi. öz adamından qoşarlar belə elə filan. Amma Türkiyədə sən neyə bilərsən? Türkiyədə pulla heç nəyə, heç Gürcüstanda da eləməsən, bu onkologiya zarafat eləmə. Kimsə də durub sənə görə bir sənət verməz. İndi aydın məsələdir. Gənc insan məsələn özü haqqında ya onun valideyni istəməz ki, məsələn orada desin ki, mənim qızım belə idi. Amma faktik olaraq sənətlər əlimizdədir və rekordlarını qazandım. Belə bir uğurlarım var. İnşallah mən çıxdım dünya turuna. Azərbaycanda çox qalmaq istəmirəm. Bir 15 günlük qonağam. O vaxtdan da bilirsiniz, bayaq qeyd elədiniz. Görmək istəyənlər var idi. O zaman seanslar yarım çıxalanlar vardı. Tərslikdən yolda bağlı oldu ki, sizin gəlib ora gələ bilmədilər. Nə qədər adam var, təyyarə ilə biraz çətindir. Bax belə, yəni ki, indi bir 15 gün ərzində burada yenə öz gücümü göstərmək istəyirəm. Baxaq hansı uğurlar yeni olacaq. Sizin nömrənizi efirə verə bilərik. Bəli, bəli. Bakı nömrəsini verərik. Bakı nömrəsini WhatsApp-ma paylaşarıq inşallah. Əlaqə saxlayın dəyərli izləyicilər. 15 gün hardasa da buradayam, çox qalmayacağam. Yəni Gürcüstana da dönmək istəmirəm. Biraz səyahətlər düşünürəm. Ona görə belə tərəddüdü deyək ki, bir neçə ölkə var, dəqiq seçim eləməyib belə. Ona görə birinci bura gəldik. Ya baxaq burada nə olur. Bioenerji dərslərimiz olacaq. Bu uğurları necə qazanıram məsələsidir. Seanslarımız daha çox bu onkologiya üzrə olacaq. Sonra əsas o keçən verilişlərimizdə, görüşdə söhbət oldu. İnsanın bədən və vücudunda olan negativlərin təmizlənməsi. Buna bioenerji Bioenerji, bəli. Mənim seanslarım çox fərqlidir. Yəni bildiyiniz bioenerjilər kimi deyil. Mən birbaşa insanın canında olan negativi alıb özümdən, ağzımdan və gözümdən çıxardıram. Və bunu heç kim təkrarlamır. Həyatı çox risklidir. Heç kim də bunu eləyəməz. Dünyada bəlkə saysız hesabsız bioenerji uzmanı var. Onların heç biri mənim gördüyüm işi təkrarlaya bilmir. Sizin onlarla bir əlaqəniz olur mu? Məsələn, Amerikada yaşayan bir bioenergetik ya Moskvada yaşayan, yəni bir söhbət, həmkar kimi söhbətiniz olur mu? Başa düşürəm. Bax, gəldi indi Azərbaycanda dəyərli Gülüb xanım gəldi, dərs də orada, diplom aldı. Özü Türkiyədə də bioenerjini dərslərini alıb, yeteneği var, bacarığı var. Məsələn, baxırsan ki, Azərbaycanda bioenerji məsələsini tanıtmaq çox çətindir. Çox çətindir. Cəmaatın bioenerjidən xəbər olmadığına görə gördük, o Özbək vətəndaşı idi. Yəni ki, gəldi burada insanların, məsələn, elə bir şeylər göstərdi ki, heç xoş deyil. Və bundan sonra insanlar bir travma yaşayır. Deyir ki, hə, bioenerji budurmu? Bioenerji budurmu? Elə bioenerji olmur.
əli sürüb belə çəkməklə insanı sağaltmaq bu fərqli bir şeydir. Olmur. Hindistanda da var. Üzr istəyirəm. Biri ağacı götürüb gələni vurur. Ona pul verirlər ki, vurma. O artıq cahillikdir. Amma biyoenerji bizim sizin də yaxşı tanıdığınız kanalımızda arada danışır dostumuz Zafir Cərullayev. Hələ 80-ci illərdə gedib Papovadın institutda Moskvada biyoenerji əlində biotok olduğunu isbat ediblər. O vaxt həmişə olub o, amma isbat eləməlisən, sübut. Çünki o materialist dünya görüşlü elm deyir ki, sübut elə. Bunu sağalt, bunu şeylə. Sizə bir sual da verim. Rəhmətli Etibar Elkin deyirdi ki, bəzi xəstəliklər var ki, oraya enerji vermək olmaz. Bir yer ağrıyırsa oraya enerji çatmır versin. Amma deyir, məsələn, müəyyən şişlər var, zob var, bəzən naşı bioenergetiklər oraya enerji verib onu daha da böyüdürlər, müəyyən şişləri. Olar. Məsələn, onun dövrü var, günü var, nə bilim, vaxtı var. Adamın özünün o enerjini götürmək potensialı bəlkə heç götürə bilmir. Yəqin ki, sizin də rastınıza gəlib. Görsən ki, o artıq yükləmək olmur. Artıq yükləməyəndə də tam sağalmır. Belə şeylə yəni, rastlaşırsınız. Bax, mən də elə o məsələyə görə onkologiyaya yaxınlaşmırdım. Ondan sonra bu 28 yaşındakı bizim qızımız ki gəldi, mən məşğul oldum. İnanın, birinci seansdan ağrılar dayandı. Birinci gündən iynə dərmən heç bir şey eləmədi. Yəni ona kimi o düşüncədə idim mən. Yenə deyirəm, mənim çalışmam fərqlidir. Mən onun bütün acısını, ağrısını özümdən çıxardıram. Belə çox maraqlı, bir fərqli bir çalışmadır. Hasan deyil. İndi bir insanın yeteneği olmayan bir insan, bacarığı olmayan bir insan, özünün ruhu sağlam olmayan bir insan başqasına necə gözəlliyi ötürə bilər, şirinliyi ötürə bilər. Burada bir məsələ var. Bu analarımız, nənələrimiz ki, deyir qadan alayım. Ya kişilər deyir qadan alayım məsələ. Başına dönüm. Aysə qadan alayım. Yox, başına dönməkdən çox qadan alayım. Dönmək də odur. Sən onun qadasını alırsan özünə, özündən çıxardırsan, özündən. Mən onu götürürəm. Biyoenerji uzmanları, mən hər zaman hazıram fikirləri bölüşməkdə. Mənə göstərsinlər ki, kim özünə çəkir, özünə götürür ağrını. Bədənə daxil edir, bədəndə onu filtre edir, gözündən, ağzından çıxardır. Yox, adətən çıxarmır. O dediyiniz qadan alım, başına dolanım. Yəni bir şeyin başına dolananda deyir, o ağrını çəksən. Yəni ki, yaşlı adam ata balasına deyir, baba nəvəsinə deyir. Çünki deyirsən daşıya bilməzsən də, tutaq ki, ağrıyır, bir yerin ağrıyır. Mən yaşlıyam da, təcrübəliyəm, dözümlüyəm, mən daşıya bilərəm. Bunu belə deyirlər. Bu daha çox əslində dinlər yaranmamışdan qabaqda Türk toplumunda, Türk gələnlərində şamanizm olub. Şamanlıqdan bugün qalan indi müasir biyoenergetiklər, elmli adamlar, akademiyalarda deyirlər ki, əslində bunun kökü qədimdən olub, qədim insanlarda. Bu tibb elmi inkişaf eləməmişdən o təbabət, xalq təbabət, Türkiyə çarə deyirlər. Şamanizmlə gələn bütün, bəzi xəstəlik olub, musiqi ilə sağaldıblar, bəzisini rituallarla. Bunu da, biyoenergetikanı da şamanizmlə gələn, babalarımızdan gələn bir ənənə irs saymaq olarmı? Nədir, mən tam şamanizmə bağlamazdım mən. Şamanizmdə də nəsə var. Məsələn, şamanlıq bilirik ki, biraz fərqlidir. Mən bir müsəlman olaraq dualarla, Quran-ı Kərimdəki dualarla da öz biyoenerjimə gözəllik qatıram. Təbii, o da var. Yəni, mən şamanlıqdan fərqli olaraq şamanla özümü bir tutmuram. Amma şamanlıq, onlar çox geniş yayılıblar. Keşdə, bax, adam gedir ağacında su atırlar, o da şamanlıqdan qalır. Hətta 7-40 da şamanlıqdan gələn bir şeydir, bilirsiniz. Çox şeylər var, İslamla qaynayıb qarışıb. Daha doğrusu o sağlam olanları, İslama uyğun olanları götürüblər. Bugün də çox şeylər var. Üzəri yandırmaqdan tutmuş. Amma Peyğəmbərimizin də hədisi var ki, üzəri yandırın, başınızın ağrısı geçsin. Daha nəzər üçün demir. Bax, belə şeylər var. Əlbəttə, xəstəliklər var ki, sən biyoenerji ilə heç nə elə bilməzsən. Onun dualara ehtiyac var, dua ilə çıxır. Bəzi insanların ruhu zədələnib. Onun başqa... Yəni, insanlar var, inanmırlar ki, ola bilməz. Baxırsan ki, şər qüvvələr toxunub, onun ruhunu zədələyiblər. Onda ruhu problemlər var. İnsanlar var ki, başqa bir insana əməllər edir, tilsimlər edir, onun həyatına
çox çətin vəziyyətə gətirirlər. Yəni tibbin aciz qaldığı ruhsal müalicədir. Bəli. Bununla razılaşmaq lazımdır ki, yəni gücü olan insan da bunun qarşısına çıxır. O insanı elə bil ki, o pislik eləmə insanın əlindən alır, qoruyur. Məsələn, öz bacarığından. Məsələn, nəfs enerjisi deyilən bir şey var da, elmdə deyir, energetik vampirlər. Səndən adi söhbət eləyir, görsən o aralanandan sonra əldən düşürsən, baş ağrıyır, eləcə yuxu basır adam. Deməsən nə enerjin var çəkir. Bunu yəni elm də artıq deyir. Sadəcə bizdə deyəndə biraz o mistik şeylər deyirlər. Bir də Azərbaycanda çox bəlalı bir vəziyyətə gəlib autizm. Deyir, buna xəstəlik demirlər, buna dəlilik demirlər, şizofreniya növü deyil. Hətta tanınmış psixoloqumuz var, Limonət Əmralı, o da hətta Amerikaya bunun üçün gedir, xeyli kitabı var, autizmlə bağlı elmi məqalələr var. Amerikada gedir, təlim alır, öyrənir, gəlir. Yəni heç arada yaxın durmur. Ona nə əlil kimi baxırlar, nə başqa şey kimi. Ya bu nədən doğur? Onun müalicəsi varmı? Məsələn, dünyada var az adamlar var ki, tamam sağalıb. Amma Down xəstəliyi kimi bir çoxunda sağalıb. Amma bu necə? Məsələn, bu nədir? Yəni şizofreniyanın qoludur, yoxsa ruhsal zəiflikdir, nədir? Nə məsələn? Bu suallar Rəşid müəllim belə cavab verdi ki, Azərbaycanda hörmətli Rəşid müəllim deyir, bu yod çatışmamazlığı autizmlə yol açır. Yəni burada yoddan söhbət gedir. İkinci ən böyük bəla analar uşağa telefon verirlər, başdan sevinirlər ki, ondan sonra uşaq o telefonu uşağa gətirib vəziyyətə çıxardır. Danışa bilmirlər, çətinlik çəkirlər, ondan sonra psixoloji problemlər yaşayırlar. Hiperaktiv vəziyyətə gəlirlər. Yəni ən böyük bəla bugün bizim telefondur ki, analar o uşağa verir, o uşaq elə əlini tuta bilmir telefonu, gətirib qoyucuna telefon qoyurlar. Bax, autizmə gətirib çıxarır. Mənim autizmdə uğurum oldu, bayaq dedim, Türkiyədə. Amma autizmlə çalışmağa çox da maraqlı deyiləm mən. Yəni ki, bax belə, biraz fərqlidir. Yəni ki, daha çox bayaq dediyim məsələlərdə negativlərin təmizlənməsi məsələsidir, sonsuzluqla, enerji ilə, yəni şəfa verməkdir. Zob xəstəliklərində yaxşı uğurlar olur, daxili orqanlarda uğurlar olur. Ondan sonra insanların enerjisini dəyişmək, daha aktiv eləmək, daha bacarıqlı eləmək. Baxırsan ki, enerjisi itirib bir şey elə bilmir, yeniliklər gətirə bilmir. Mən əsas o format məsələsidir, o insanın negativdən azad etdirmək və Allahın mənə verdiyi yetenek və bacarıqdan o enerjidən ona yükləmək qabiliyyətinə malikəm və baxırsan ki, həqiqətən dəyişir. Əziz izləyicilər, demək hardasa bir neçə il olar biz Tiflisdə çox görüşmüşük, amma Tiflisdə bir dəfə olanda botanika bağına getmişik, orada cənnət kimi bir şeydir. Gül-gülü çağırır, bülbülü, yas havasıdır, hər yer yasəmən. Etibar bəy gəldi, biz də dostlarına gelmişik, biz tapdı, orada bir skameyka var, orada otuzdurdu, bizə seanslar elədi. Gələn gedən hamı baxırdı, ironik baxmırdı, belə həsədlə baxırdı, hətta bizdən sonra da kimlərsə müraciət edir ki, bizi də seans elə. Nəinki ağrı, acı getdi. Ayaqlarım çox piyada gəlmiş, yorulmuşduq. Yorğunluğumuz getdi, ağrı acımız getdi. Üstəlik də haradasa düz bir ay o nə olsa da o negativ düşüncə olmadı bizdə. Yəni Etibar bəydə bilirsiniz də mən o mistik şeylərin əleyhinəyəm, hər zaman danışmışam. Amma bir də var o sübut olunan, görünən. Məsələn, mən Azərbaycanda ən güclü ekstrasens kimi, əsl parapsixolog kimi Etibar Erkindən başqasını görməmişəm. Çünki qabiliyyəti olan da görsən fırıldaq eləyir, aldadır, nə eləyir. Və bir Tünzalə Bayramlı var idi, o da məşğul olmur. Amma Etibar bəydə özüm görmüşəm. Bax, məsələn, Yaponiyadan jurnalistlər gəlmişdi. Siz danışdınız, mən danışım. İki xanım gəlmişdi. Tiflisdən deyəsə reportaj çəkirdilər. Gəldilər sizin yanınıza, danışın da. O videosu da var. Onlar gəlmişdi, belə deyək də, hər ölkənin öz Discovery var da, belə, dünyanı gəzirik. Gəldilər, mən bunlara maqnit nömrələr göstərəndən sonra dedim ki, mən sizi Yaponiyada yıxarım WhatsApp-la. Dedi, ola bilməz. O zaman mən başqa bir otağa keçdim. Elə o video var, hə. Tapsaq qoyarıq elə. Var, taparsınız, nə problem deyil. Otaqdan otağa bir-birinə baxaq. WhatsApp-la.
Değerli dostlar, burada Yaponiya televiziyasının aparıcıları birbaşa seanslarda iştirak edip bu enerjinin həqiqi təsirini görmək üçün özləri qoşulurlar seansa. Burada ise uzaktan WhatsApp vasıtasıyla öz gücümü onlara göstermeyi vəd verdim ve doğrudan da alındı ve indi görürsünüz burada ben başka otaqdan gəlirəm. İki kamera çəkir, biri onları, biri də məni. Alındı, Allah'a şükür. Bu Yaponiya televiziyası hansı ki bilirsiniz ki onları pulla almaq olmaz, əksinə onlar pul verib səni çəkirlər. Bəli, değerli izleyiciler, burada artık Yaponiya televiziyasında giden programdır. Gördüğünüz gibi yine enerjimi gösteririm. Burada öz enerjimle arkaya aparıcını çekmek niyetim var ve alındı. Bundan sonra ikinci aparıcını davet edirəm. İkinci aparıcı. O da bakalım razı olacak mı? İndi ise WhatsApp vasıtasıyla başka bir otaqdan öz gücümü göstərirəm. Çünkü bunlara dedim ki ben sizi Yaponiyada belə uzaktan yıxaram. İndi ise nəticəni iki kameraya çekilir ve alındı. Alındı. Buradaki bizim tərcüməçi çok şoka düşür. Elə də hər üçün. Bak gördüğünüz gibi başka otaqdan çıxıram. İndi ise bu müəllim birazdan biz bir açılışa gedirik. Sizinle bizim ortak tanışımızdı. İrada xanım uzaktan seanslarla büyük bir çətinliklərdən Allah'a şükür indi öz danışda yaxşı olacaq. Büyük bir uğurumuz oldu. Çok əziyyətlər çəkirdi. Alınsa onu da çəkib fikirlərini danışdığıyla bu verilişin axırına əlavə. Uzaktan seansına büyük uğurumuz var. Bir de qonağı olacaq, birazdan açılış eləyəcək ki, onun bir məkan açılır. Hər ikimizin artık yaxını sayılır ve biz birazdan açılışa gedirik. Has ki bu xanım, anamız neynirdi? Çok əziyyət çəkirdi, ağrılardan əziyyət çəkirdi. Uzaktan seanslar bu şapaya qovuşub, Allah'a şükürlər olsun. Hə, və bir sualımı da verim. Əlavə, hər halda buradasınız bir gün geniş, yorğunsuz da, o dəqiqə hiss olunur. Mən də sual vermək istəmirəm. Ben yine de sizden razı değilim ki o sizin o şöhrət, maqnit adam, qaşıqlar sizi şöhrətə çatdırıb, siz o şöhrətdən sonra o bir qabiliyyətlərinizi də eləyirsiniz. Mən bu kanalı niyə açdım? Bu kanala əvvəl gələnlər sırf astrologiya bütünlə maraqlananlar idi. Onu saxlamalıydım. Mən əvvəl ümumiyyətlə 3 ay, 4 ay ümumiyyətlə astrologiyadan heç nə vermirəm. Ancaq siyasi, tarixi, mənəvi söhbətlər eləyirdim. Gördüm yaxın gələn yoxdur. Ondan sonra astrologiyadan məşğul olan arada o birisinə də bax. İndi bəzilər var hətta o proqnozları qoyub qırağa. Bax belə ruhumuzun şəfası verişi hər həftə gedir Kəmalə Mürsəlova ilə bir yerdə. Başqa adamlar da olur hər halda sizin kimi. Buna da baxırlar. Dünyaya, siyasi xəbərlərə, tariximizə, başqa canlı yayımlara da baxırlar. Mən indi durum deyim ki, axı bura gətirən, sizi tanıdan dünya şöhrəti. Siz Çinin televiziyasına çıxmısınız, Yaponiyanın, İtaliyanın. Bunlar hamısı sizə o şöhrəti gətirib. Ona xəyanət eləməyin də. Sonra o həmin o sertifikatları da zəhmət olmasa təzədən bərpa eləyin, sizdən xahiş edirəm. Həmin o sertifikatlarla ən azı sizə bir qapı açar. O Allah Taala o qabiliyyəti sizə veribsə, o qapı açmaq üçündür. Siz özünüzü maqnit eləyə bilməzsiniz. Onu Allah verir. Allah verirsə deməli bir məqsədi var. Allahın məqsədini biz bilə bilmərik, biz acizik. Və dalınca da bu birisilər gedir. Bax bugün artıq mən Türkiyədə sizin o əhatənizdə olan adamlar heç maqnit adam falan demirlər. Deyirlər ki, o mənim təzyiqimi anadan gəlmə kəsdi. Biri deyir, nə bilim, ayağımda axsaqlığı var idi, onu apardı. Yavaş-yavaş insanlar ona da uyğunlaşacaqlar.
Nə deyim, sağ olun. Sağ olun. İnşallah yenə görüşərik əziz izləyicilər. Təzə gəlib yorğundur, gedirik həm də tədbirə. Biz bunu hardasa günortadan biraz sonra çəkirik. Axşam da gedib onu çəkib, hamısını birləşdirib, yəni ki, axşam saat 10-a qədər çatdırarıq. Sizə təqdim edəcəm, baxarsınız. Sağ olun, salamat qalın, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Sağ olun, salamat qalın. Hoş gəlmişsiniz, hamınıza deyirəm. Çox sağ olun. Mənim üçün olan bu həyatda demək olar ki, yeni bir şansdır, yeni bir tarihin, yeni bir şəkildə davam edirəm. Bu gözəl şansda mənim yanımda olan hər bir kəsə təşəkkürümü bildirirəm və bu işdə həmişə bir astroloq olaraq Səbuhi rəngini izləmişəm və biyoloji uzman olaraq Etibar Elçiyevdə həmişə izləmişəm və illərin dostu olan rəhmətli ağamın oğlu Kamran da buradadır. Hər biriniz mənim üçün dəyərli insanlarsınız, yaxınlarımsınız, canlarımsınız. Hər birinizə təşəkkür edirəm və əlbəttə ki, jurnalistikada özünün astrologiya sahəsində, alışlaşmasında və demək olar ki, bir elimizin mərd oğlu kimi Səbuhi həm də burada iştirak edir. Ona çox və Etibar Elçiyev, eləcə də hər ikisinə çox böyük hörmətim var, mənim üçün çox dəyərli insanlardır və onun yanında, onların yanında söz demək mənim üçün çətindir bir qədər. Yəni, onlar daha gözəl sözlər deyəcəklər və sözü verirəm onlar sizə xahiş edirəm, özünüzü bizə. Çox sağ olun. Öncə təbrik edirəm, uğurlu olsun. Əsrar Rəngiz bu mini fabrikdə burada. Deyirəm ki, gələnləri, müştəriləri, ürəyincə olan işlər görəcəksiniz. Sizdən elə Əfqan müəllimdə 20 ildir bəlkə, 20 ildən çoxdur ki, bir dostluq, yoldaşlıq eləyirik. Həyatımızda dostlar çox olur, amma o filtrdən keçənlər az olur. Çox az olur. Dost deyib çağırdığımız olur, amma siz həmişə etibarlı, sədaqətli. 30 il. Yəni o vaxtdan biz dostluq, yoldaşlıq edirik və bugün də əgər belə bir-birimizi unutmuruqsa, bir-birimizi yad ediriksə, əlaqə saxlayırsa, bu sizin ürəyinizin gözəlliyidir, etibarlılıq dərəcənizdir. Rayda xanım da elə bir ara müraciət elədi, dedi, bəs dostumuz Etibar bəylə ünsiyyət saxlamaq istəyir. Mən də elə əlaqələndirdim. Şükür Allaha ki, yaxşı nəticələr oldu. İndi bugün bu açılış mərasiminə gəlməkdən qürur duyuruq. Yaxşı da belə qulluğumuzda durublar. Və dedik, çay süfrəsindən sonra bir ürək sözlərimizi deyək. Allah iki növbədə şəfa versin, can sağlığı versin. Sevdikləriniz həmişə yanınızda olsun. Ruzili bərəkətli ömür versin və dostluğumuzu əbəd eləsin inşallah bu dünyada. Etibar bəy, sən də Gürcüstandan bura indi gəlib, elə gələn ki bir çəkiliş elədik, çəkilişin özündə yanımcıq saxladı ki, gedək qalanını orada çəkək, buyur. Çox bir şərəfdir. Allah razı olsun. İnşallah ki, biraz sənin sayəndə sabahdan yoğun çalışmalar olacaq. Ona görə də vaxt tapıb gəlmək, getmək məsələsi düşünürdüm deyirlər. Bugün elə gəlişim günü təşkil olundu burada. Rayda xanım, xeyirli uğurlu olsun. Çox sevindim ki, artıq müəllimlik fəaliyyətindən sonra bir məşğuliyyət, bir faydalı işlə məşğul olursunuz. Və bu başlayır səhərdən ta axşam gecə saatlarına kimi. Bu sizin üçün çox faydalıdır, mən elə düşünürəm. Həm sağlığınız üçün, həm sizə maraqlı olayla düşünürəm. Yəni bunun özü bəlkə də terapinin bir hissəsidir. Mən belə məsləhət gördüm. Çox sevindim. Söhbətlərimizdə danışırdıq, nə ilə məşğul olmaq, nə eləmək, olan keçməkən. Hətta bərabər birincisi uzaqdan seanslar keçirildi. Vaxtı Rayda xanım özü danışar, uğurlarımız oldu. Sonra bərabər biyoloji uzmanlığını başqa insanların üzərində keçdi, tək çalışdı. Uzaqdan dərs aldı. Orada da uğur qazandı.
bu olmasa Bioner uzmanı kimdə çalışa bilərdi, yəni bu yer. Amma bugün burada olmağı, tam bura bağlamağı mənə daha çox sevindirir. Xeyirli uğurlu olsun deyirəm. Heç zaman ağrımayın. Dəhşətli ağrıları var idi, yəni elə bir ağrı deyildi, yəni onu dərmanla, nə ilənsə də dayandırmaq olmurdu. Şükürlər, yəni ki, indi bioenerjinin uzaqdan öldürən siyasında canlı şahid, insan özü buradadır ki, yəni özü fikrini söylə bilər ki, uzaqdan da olarmış, yəni heç hara olur. O bayaq dediyini gəlmişdilər Yaponiyadan, onları uzaqdan yıxdıq belə, uzaqdan. Həmən məsələ uzaqdan oldu. Və nəticədə budur ki, məsləhət gördüm, məşğuliyyət çox önəmli. Yəni terapinin bir tərəfidir. İnşallah ki, uğurlarınız olduqca daha eşkil olacaqsınız. Daha böyük yerdə daha eşkil olacaqsınız, daha eşkil olacaqsınız. Və faydalı olacaqsınız. İnsanlara faydanız dəyəcək. Bir kasıb inanıram ki, bura gəlsə, desə ki, mənə dəstək verin, bu şalvarımın ayağı cızılıb, onu boş bırakmayacaqsınız. Başqalarından fərqli olaraq. Uğur diləyirəm. Xoşbəxtlik, bərabər ailə saadəti, oğlunuzla, yeznənizlə, bir sözlə, böyük ailənizlə bərabər sizə xoşbəxtlik, ailə saadəti. Gürcüstandan gəlişimiz elə birbaşa gəldiksə, bu müəllimin yanından çəkilişdən sonra sizə gəldik. Hər kimi dayarımız xeyirli olsun. İnşallah. Sen de bir anamlı kimi, sen de bir planını. İlk öncə Rayda müəllimə xeyirli uğurlu olsun. Allah can sağlığı versin. Allah. Yenə də təbrik edirəm. Allah razı olsun, hamınızdan. Allah xeyirinizi versin. Sağ olun, çok sağ olun. Şimdi ben biraz onların sözlerinizden biraz sizin həqiqətən də fayaları dedim. Yəni Sabah müəllimi mən həmişə o ruhən mən bioenerjini siz açdınız deyə ruhən biri sıxılanda, ətrafda olanda sıxılanda mən müraciət eləmişəm Sabah müəllimin Qaraskop qəzetinə, oradakı mənəvi mövzulara və oradan öz mənəviyyətimi inkişaf elətdirməyə çalışmışam, cəhd eləmişəm Allahın qisməti qədər və bəzən də fikirləşirdim ki, mən də rəhimli, Rəhimova, Sabahı müəllim də rəhimli. Həqiqətən də biz bəlkə ilə bacı qardaş bir doğmalıq var bizdə. Bəzən o qədər belə ruhuma yaxın olurdu onun mövzuları. Bu da onun həqiqətən bir jurnalist qədər bu qədər insanlara yaxın olduğunu, belə bir iş gördüyünü sübut edən bir faktdır canlı olaraq. Sonra da elə oldu ki, mən 3 il bundan əvvəl, ümumiyyətlə mən boğa biləcəm, sağlam onun özünü, yenə də sağlam hissediyorum sizin sayənizdə və ağır xəstə oldum. Yenə də bir həkimlər çox belə, mənə elə bir çətin diaqnozlar qoydular ki, yəni artıq mən o diaqnozlara görə, amma yaşamalı deyildim və burada olmalı deyildim. Yenə də güncləri izləyirdim, yenə də gündəlik proqnozlara baxırdım. Görürdüm, amma başqa, proqnozlar başqa deyir. Və bir də içində olan daxili, insan ilk növbədə özünün, elə bil ki, həkimidir. Və daxilim mənə nə deyirdi? Daxilim mənə deyirdi ki, sən xəstəliyəsən, o xəstəlik səndə yoxdur. Baxmayaraq ki, mən müxtəlif uziyə təzədən müraciət edirəm. Hətta onlar mənlə birlikdə o girdi, həmin üzü otağına, o şuaları izlədi. Çox maraqlı idi ki, orada o 3D ilə onlar çəkirlər də. Bir tərəfdən belə deyirdi, əks tərəf onun əksini deyirdi. Biri xəstəliyi təksib eləyirdi, o biri isə deyirdi ki, xəstəliyi var. Və həkimlər də belə. Amma mən müraciət elədim, təsadüfən Sabah müəllimdən aldım, Etibar müəllimin nömrəsini və dedi ki, Sabah müəllimə bir söz dedi. Bəs dedim, həmin ilə siz Orucluqda burada olmuşdunuz, müalicə eləmişdiniz. Dedi, mən niyə müraciət eləmədiniz? Hər halda müraciət eləməniz məsləhət idi.
Neyse müraciət elədim, bir dəfə zənglə düşdüm Elfar müəllimə. Dedim ki, mən necə, bir sözümdə, mən hələ yaşamaq istəyirəm. Mənim çünki mənimdə çox arzularım var, həyata keçirməkdiyim arzularım var. Mən yaşayacam, yoxsa öləcəm. Onun da bir gözəl sözü oldu, anam baxsın, o nə deməkdir? Siz sağalacaqsınız. Həqiqətən də o andan sonra mənə də çox maraqlı idi ki, necə yəni uzaqdan mənə seans edəcək, mənə maraqlı olacaq. Amma bütün seanslarında hamısında mən kimya-biologiya müəllimiyəm və onun elmi tərəflərini araşdırırdım və görürdüm ki, həqiqətən bu elmlə izah olunur. Və onun amma biyoenerjisi o qədər güclüdür ki, ilk dəfə dedim, yəni o sərhəd tanımır və uzaqdan təsirə gücünə malikdir. Hətta mənə ürəyimdə arzular vardı. Bəzən ondan əvvəl yazırdım, 1-2-5 şeirlər yazırdım. Amma Elfar müəllimə biyoenerjisi məni o qədər ruhlandırdı ki, yəni o daxili yaşamaq eşqi, o sevgini o qədər inkişaf elətdirdi, üzə çıxardı ki, mən mahnıda, şeirdə yazdım, hətta yuxuda onun belə aşkara da çevirdim. Başqa sahələrdə də bir inkişaf və şükür özümə inam artdı və şükür ki, indi gördüyünüz kimi müəllimlik fəaliyyətindən başqa həm də belə bir fəaliyyətlə bu bizdə anadan gəlmə var. Xeyirli olsun. İnkişaf elətdiririk. Sağ olun, çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Akon müəllim, bir gəlmədə siz ağsaqqalmısınız, həmişə gözəl fikirləriniz olur. Allah'tan tutarım. Ben de elə öz adımla, ailəmizin adından hər birinizə təşəkkür edirəm. Başda elə buna Səbuhi müəllim olmalı, Etibar müəllim olmalı. Öz təşəkkürümüzü bildiririk ki, bu əziz gündə, bu gözəl bir açılışda iştirak edirsiniz. Öz belə dəyərli, qiymətli vaxtınızı sərf eləmişsiniz, gəlmişsiniz. Çox sağ olun, hər birinizə öz təşəkkürümüzü bildiririk. Allah Teala qoy sizləri qorusun. Allah Teala qoy bu doğrudan da çox gözəl bir vaxta təsadüf edir. Həm Qurban bayramıdır. Demək olar ki, bayrama qarşı. Bəli, Respublika günüdür, Qurban bayramıdır. Həm də bu açılış deməli, elə 3 bayram bir yerdə. Bir də bunun gəlişi də elə bir Bəli, bəli, Etibar müəllimin gəlişi doğrudan da elə böyük bir bayramdır. O da əzizimizdir, Səbuhi müəllim də bizim ən yaxın dostlardandır. Kamrandır, məsələn, Anam aydın bulduk, o da güzel insandır. Allah ağanı da rəhmət eləsin. Onun da ruhu elə bilirəm ki, üzerimizdə qoyun ruhu daima bizə köməkçi olsun inşallah. Çox sağ olun, hər birinizə öz təşəkkürümüzü bildiririk. Allah Teala can sağlığı versin, xeyir işlərdə görüşək. İnşallah hər birinizin qapısında qoy elə xeyir işlər olsun, toylar olsun, şadlıqlar olsun. Biz də öz boynumuza düşən o vəzifəni gələk yerinə getirək. Çox sağ olun. Allah. Bismillah. Əlindən tut da ikiniz bir yerdə tutun. Dur. Gəlin. Xeyirli uğurlu olsun.